Yaxşı, gəlin görək Bakıda niyə əhali artır və yaxud da bir çox hallarda mən başa düşürəm, bəzi insanlardan soruşuruq, əsas gətirirlər ki, biz rayonlarda iş tapmırıq. Amma inandırım səni ki, yəni bəzi adamlar sadəcə olaraq burada Bakıda yaşamaq istəyirlər. Yəni bu səsdə, küydə, bu aləm, yəni çox qəribə bir psixologiyası var insanların. Valla mən reklam arasında çox gözəl bir cümlə dedim. Dedim 1 milyon əhali Bakıdan çıxarılsa, Bakıda çox gözəl hər şeyin dəyişdiyini biz müşahidə etmiş olarıq. Düzdürmü? Yəni burada elə yağıntılar da yağanda o problem olmaz bəlkə də. O siqnal səsləri də bizi bezdirməz. Bizə stres, əsəb yaşadan bir çox səbəblər aradan qalxar. Düzdür? Sıxlıqdır. Yaxşı, gəlin görək bu əhalinin sayı niyə çoxdur burada? Başda biz qeyd elədik, deməli 90-cı illərdə Sovet dövründən sonra qaçqın köçkün axını, onun ardınca isə regionlardakı müəssisələrin fəaliyyətini dayandırması, sosial-iqtisadi vəziyyətin çətinləşməsi nəticəsində digər regionlardan da Bakıya axın gəldi. Bu proses davam elədi, milyonlarla insan bura toplaşdı, hazırda 4-5 milyon adam var. Bu Bakı şəhəri üçün çoxdur. Deməli, bunun əsas səbəbləri məlumdur. 80% səbəb insanların iş, sosial yaşayış normalarını təmin eləmək üçündür, məcburəndir. Amma siz qeyd elədiyiniz o məqam da var ki, 20% də budur ki, bir çox xüsusən gənclər daha parlaq, əyləncəli bir həyat, daha karyera imkanlarının çox olması üçün hətta rayonda normal işi, evi, şəraiti olduğu halda belə Bakıya köçüb yaşayanlar var. Əlbəttə. Bax bu nəticədə əhalinin yarısı burada toplaşır. Təbii ki, bu sıxlıqda şəhərin təchizat sistemi öhdəsindən gələ bilmir. Məsələn, əhalinin içməli su ilə təchizatı üçün 4-5 milyon insanı təchiz etmək üçün Bakı-Abşeron zonasının özünün yeraltı su ehtiyatları, içməli su ehtiyatı yoxdur. Deməli, kənar zonalardan gətirilməlidir. İndi hazırda 5 kəmərlə gəlir. Bu Samur, Abşeron filan, nə bilim Kür 1-2 kəmərləri var idi, Oğuz, Bakı, Qəbələ kəməri var idi. Bunlar çatdırmır artıq. Uzaq regionlardan Bakı həm baha başa gəlir, həm də orada problem, ekoloji problem yaradır. Yeraltı suyu çıxardıb gətiririk bura. Nəticədə məsələn Oğuz, Qəbələ, Bakı su kəmərindən böyük həcmdə suyu kompressordan sorub Bakıya gətirdiyimizə görə həmin ərazilər aşağıdan qidalanmır, ağacların kökləri falan səhralaşma yaranır, meşələr quruyur. Yəni ekoloji problem yaranır. Ona görə Bakıdan əhalinin regionlara əks miqrasiyasını təşkil etmək lazımdır. Bunu da zoraki yolla yox, sadəcə hökumət elə bir siyasət yeritməlidir ki, regionlarda sosial-iqtisadi infrastruktur qurulsun, müəssisələr açılsın, vergi və kömrük güzəştləri, biznes güzəştləri, sosial güzəştlər olsun ki, insanlar könüllü şəkildə regiona qayıtsınlar. Məsələn, Qarabağ və işğaldan azad olunmuş zonalara ən azı biz 1 milyon adam yerləşdirə bilərik. Məsələn, tək Xankəndi şəhəri 100 minlik hazır şəhərdir. Ora köçürmək lazımdır məcburi köçkünləri. Digər rayonlar, məsələn, Qarabağın digər rayonları indi bəziləri sökülüb, dağılıb, bəziləri salamat qalıb kəndlərin, şəhərlərin. Mümkün qədər bu işi sürətləndirmək lazımdır. Eləcə də digər rayonlara əhalinin geri axınını təşkil etmək lazımdır. Orada dediyim kimi işlə bağlı güzəştlər, kommunal xidmətlərin haqqında güzəştlər, əlavə lüğotlar filanlar, hökumət elə siyasət yürüdə bilər ki, insanlar baxa bilər ki, regionda yaşamaq daha sərfəlidir ki, daha gəlirlidir. Yəni bunu elə eləmək olar ki, Bakıda tutaq ki, Bakı-Abşeron zonasında 5 milyon nəfər formalaşıbsa, bunun 1-2 milyonu regionlara paylaşdırıla bilər. Nəticədə ölkə bərabər, əhali bərabər paylanar, Bakının yükü də azalar, iqtisadiyyat da bir tərəfli olmaz, regionlarda da məhsul, əkin, biçin, istehsal, dövriyyə artır. Təsəvvür edin ki, ölkə kompleks şəkildə inkişaf edir. Nəinki indi biz ölkənin bir tərəfinə toplaşmışıq hamımız, Bakı-Abşeron zonasında baş verir hər şey. Bütün əməliyyatlar burada baş verir. Ona görə bu hadisə baş verəndən sonra Bakıda seyratma əməliyyatı aparmaq olar. Məsələn, sıx-sıx tikilmiş bəzi binalar, bəziləri sökülməlidir. O artıq yaşayış yeri deyil, o tərpənmək mümkündür. O seyrəldilməlidir. Sonra baş plana uyğun indi 2040-cı ilə qədər plan var. Şəhərdə bizdə məsələn dünya şəhərlərinə müqayisədə yaşıllıq həcmi çox aşağıdır. Dünya ölkələrində, şəhərlərində bu 50%-dən 20%-ə qədər düşür. Yəni 20-50 arasında normal şəhərdə. Bizdə təsəvvür ki 1-4 arasındadır. 1-4%dir maksimum. Hətta bəzi mənbələr 1 deyir, bəzi 4 deyir. Bu çox aşağıdır. Olacaq da qırılır ağaclar. Bu o deməkdir ki, şəhərin hər yeri tikintidir, ağac yoxdur. O Əhmədli zonasını görmürsünüz. Olan da tikinti. Neapol dairəsindən Əhmədliyə düşən o yoxuş var ha. Səhv etmirəm. Ora 10 il bundan əvvəl yamyaşıl idi. Və oradan Ukraynski kruk deyirlər, Ukrayna dairəsi. Ora qədər dönürsən belə, ora da yaşıllıq idi. Orada bir dənə nümunə ağac qalmıyor orada. 1-2 dənə ağac var. Hamısı obyektdir. Bundan əlavə, bax, şəhərlərin ərazisinə düşən yol həcmi var da. Məsələn, küçə və yolların həcminə görə Bakı dünyada ən aşağı şəhərlərdən biridir. Yəni, daha çox yeri, obyektlər, binalar tutur, nəinki yol, küçə. Ona görə nəqliyyatda sıxlıq yaranır, tıxaçlar yaranır. Dünyanın başqa nümunəvi şəhərlərində yolların sayı çoxdur, həcmi çoxdur, ərazinin tutumuna miqyasda. O baxımdan elə tənzimləyirlər ki, tıxac yaranmır. Bax, bunların hamısı bütövlükdə elmi şəkildə yanaşılsa, düzgün sistemləşdirilsə,
Bakı yükü də azalar, regionlarda da vəziyyət yaxşılaşır. Bu gün ölkədə milyon yarım avtomobil varsa onun 1 milyonu Bakıdadır. O sayı Artıq biabırçı dəqiqdir. vəziyyət. Dəqiqdir. 1 milyon yarımdan yuxarıdır. Milyon yarım. Milyon yarım Ölkədə yox, ölkədə. Bakıda. Amma onun ehtimal olunur ki, təxminən 3də 2-si Bakıdadır. 1 milyonu da Hə, yəni. təxminən 1 Amma milyonu məncə Bakıdadır. milyon yarımdan çoxdur Azərbaycanda Biraz- avtomobilin sayı. İndi istismarda olan da tutaq ki, bir hamısı indi xarabı var, işləməyəni var, qeydiyyatdadır. Təxminən 1 milyon yarım. Yəni istifadədə olan milyon yarım civarındadır. ölkə üzrə. Və onun 3də 2-si Bakıdadır. Bu özdə Bakının coğrafi şəraiti elədir ki, bu iki tərəf dənizdir, üç tərəf dənizdir Abşeron yarımadasının. Bəli. Yəni burada şaxələnmə ölkənin ortasında yerləşməyib ki, hər tərəfə yollar ola da. Tupekdir sanki. Bəli. Ölkənin hər tərəfindən gələn yollar burada tükənir. Bunun içində dövr eləyir. Yəni bu biraz problem yaradır. Ona görə Bakı Abşeron zonası ümumiyyətlə iqliminə görə, coğrafi şəraitinə görə əhalinin yaşaması üçün nəzərdə tutulmayıb. Buranın yeraltı su ehtiyatları yoxdur, buranın meşəsi yoxdur, buranın çayları yoxdur. Bura qeyri-təbii zonadır. Bura neftin şeyinə düşmüşük. Burada Qoxusuna gəlmişik. Neft sənayesini inkişaf edəndən sonra burada şəhər böyüdü, Bəli. inkişaf elədi. Əslində bura kütləvi şəkildə əhalinin yaşaması üçün deyil. Əhali o yerdə yaşayar ki, ətrafında gözəl təbiət, orada çəmənliklər, məhsuldar torpaqlar, orada su ehtiyatı, orada meşə, çay, belə yerlərə əhalini cəmləşdirmək lazım. Azərbaycanın belə yerləri var. Çalışıb orada dövlət investisiya qoymalıdır. Həm də xarici investisiyaları, yerli özəl investisiyaları yönəltməlidir, güzəştlər verməlidir ki, həmin gözəl münbit ərazilərimizdə məskunlaşsın əhali.